Xanımlarda süd vəzisinin xərçəngi, qol altında olan limfa vəzlərinin şişməsi. Hər iki xəstəlik də çox ciddi bir xəstəlikdir və xanımlarda süd vəzisi xərçənginin müalicəsi süd vəzisi kəsilib götürülməklə aparılır. Videoya sona qədər qulaq asın, çünki bu videoda sizə bu xəstəliklər nədən yaranır və bu xəstəliklərin necə qarşısını ala bilərsiniz onun haqqında danışsam. Amma əvvəlcə ekrandakı ürəyi qızardın ki, videodan hər kəs faydalana bilsin. Deməli, günümüzdə istifadə etdiyimiz antiperspirantların 80%-i bu xəstəlikləri yaradan səbəblərdən biridir. Çünki həmin antiperspirantların tərkibində alüminium var. İstifadə edildiyi zaman dərinin nəfəs almasının qarşısını alır. Nəticədə soğanaqların ağzı bağlanır və toksit maddələr tük köklərində, eləcə də dəri altında yığılmağa başlayır. Bu da limfa vəzlərini şişirdir və xanımlarda süd vəzisi xərçənginin yaranmasına gətirib çıxardır. Bəs belə bir sual yaranır ki, bədənimiz gündə 1 litr, bəzən 5 litr, bəzənsə 10 litrə yaxın tər ifraz edir. Düzdür, bu tərin böyük bir qismi biz görmədən havaya buxarlanır, gedir. Amma bədənin büküm hissələrində qalaraq xoşagəlməz görüntü və xoşagəlməz qoxu yaradır. Biz nə istifadə edək ki, həm orqanizmimizə zərər verməsin, həm də bu qoxunun, bu görüntünün qarşısını alsın. İndi ekranda göstərdiyim Teymirovu Ultra spreyindən rahatlıqla istifadə edə bilərsiniz. Çünki bu spreyin ən böyük bir özəlliyi tərkibində alüminiumun olmamasıdır və istifadə edildiyi zaman əldə, ayaqda, qol altında, eləcə də bədənin büküm hissələrində xüsusi bir təbəqə yaradaraq həm tərin, həm də tərdən gələn qoxunun önləyir. İstər uşaqlar, istər də böyüklər rahatlıqla istifadə edə bilər. Ölkənin bütün apteklərində satışı mövcuddur. Sağlamlığınızın keşiyində olan əczaçınızın paylaşımlarından anında xəbərdar olmaq üçün WhatsAppda Aptekimiz Friendly kanalı var. Həmin kanala abunə ola bilərsiniz. Nömrənizin anonimliyi qorunur. Kanalın heç bir üyəsi, eləcə də mən özüm sizin nömrənizi görmürəm. Rahatlıqla abunə olub paylaşımlarından anında xəbərdar ola bilərsiniz. Özünüzə yaxşı baxın, müğayət olun.